Əməkdar artist Fərqanə Qasımova qızı Fatimə ilə bağlı paylaşım edib. İfaçı evladının ad günü münasibəti ilə birgə çəkilən fotolarını yayımlayıb. Şəkildə Fərqanə Qasımovanın ikinci nəvəsi Natiq də yer alıb. Canım qızım, ilk balam Fatiməm, doğum günün mübarək. Yeni yaşına ikinci dəfə ana adı ilə girdin. Allah bu yolda sənin üzünü hər zaman ağ eləsin. Yaxşı ki, mənim qızımsan, səni çox sevirəm. 25 yaşın mübarək deyə Fərqanə Qasımova yazıb. Qeyd edək ki, Fatimə xalq artisti Natiq Şirinovun oğlu Ümidin həyat yoldaşıdır. Fərqanə Qasımovanın Mövlanə, Həlimə və Salih adlı 3 əmləri də var. Fatimə və Ümid cütlüyünün Şəms adlı daha bir evladı var.